Herkese selamlar. Bugün sizlerle biz artık sonuncu tutulma olan işsizlik sigortasını öğreneceğiz. Gelin başlayalım. İlk önce qeyd edim ki, biz artıq bilirik ki, işsizlik sigortasında fərq qoymadan, yəni həm əməkdaş, yəni işçidən, həm də şirkətdən 0,5% hesablanır. Və bu faiz dərəcələri rəqəmə görə, yəni alınan əmək haqqıya görə dəyişmir. Yəni fərqi yoxdur. Nə qədər əmək haqqı alsaz da, onun 0,5%-i siz işsizlik sigortası üzrə belə desək, sığortaya verməlisiniz. Yaxşı, indi onu necə hesablayacağıq? Excel üzərində gəlin başlayaq. Qeyd etdiyim kimi, artıq burada hər ikisində olduğuna görə, yəni eyni faiz dərəcəsinə vurduğumuza görə, biz bu səfər fərqli yol hesablayacağıq və bu filtrdən və digər üsullardan istifadə etməyəcəyik. Necə hesablayacağıq? İlk öncə biz tapmalıyıq ki, elə etməliyik ki, işsizlik bu işçidən tutulan faiz dərəcələri, yəni hesablamalar, həm də müəssisəyə də aid olsun ki, bizim vaxtımız getməsin. Yaxşı, bunu necə edərik? Bunu bu yolla etmək olar. Biz gəlirik işsizlikdə sığorta olan müəssisə hissəsinə, yəni xanamızı tapırıq, birinci xanamız. Onu aktivləşdiririk. Mouse'umuzu 2 dəfə kliklədikdən sonra kursorumuz aktiv olur. Ondan sonra bərabərlik işarəsi qoyuruq və hardan bir dediyimiz kimi xananı gətirəcəksə, eynisi təkrar olsun deyə həmin xananı seçməliyik. Yəni indi biz birinci xananı istəyirik deyə, yəni birinci işsizlik sığortanın işçiyə aid olan xananı seçsin deyə bunu seçirik. Və bundan sonra enteri sıxırıq. Görürük ki, hələ ki 0 yazıldı. Bu o deməkdir ki, bu xanada hələ ki heç bir əməliyyat aparılmayıb. Biz artıq burada əməliyyat apardıqca burada da dəyişiləcək. Amma biz istəyirik ki, hamısına şamil olunsun. Çünki qeyd etdiyim kimi, dedik ki, burada artıq məbləğ fərqi qoymur. Dövlət hər kəsdən eyni dərəcədə faiz tutulması edir. Ona görə də biz bunun hamıya şamil edirik. Yəni bu formada aşağı sürüşdürməklə edə bilərik və yaxud da klikləməklə və bu artıq avtomatik olaraq hesablanır. İndi isə gəlirik həmin o ancaq işçiyə aid olan hissəyə və onu aktivləşdiririk və düsturumuzu yazırıq. Düsturumuz da belə idi. Bərabərlik işarəsini qoyuruq. Hesablanmış əmək haqqımızdan seçirik xananı. Ondan sonra onu vurma işarəsi qoyuruq və 0,5%-ə vururuq. Və enteri sıxırıq və görürük ki, avtomatik olaraq biz burada apardığımız əməliyyat birbaşa müəssisəyə də şamil olundu. İndi biz bunu işçidə tapdığımız bir dənəsin, yəni bir şəxs üzərində tapdığımız işsizlik sığortanın faizini, yəni məbləği digərlərinə də şamil etməyimiz üçün bütün xanada olan şəxslərin hamısını seçirik və budur. Sürüşdürmə etdikdən sonra avtomatik olaraq hesablayır. Bundan da artıq bizim burada olunan məbləğ digərinə də şamil olunur. Və bir daha copy-paste edərək müəssisəyə yazmırıq. Bir sözlə avtomatik olaraq bizim əvəzimizə hesablayır. Gəlin yoxlayaq görək düzmü hesablayıb. Baxırıq görürük ki, düz hesablayıb. Çünki eyni xananı seçib. Yəni burada baş verən proses burada şamil olunur. Və buna da baxırıq, görürük ki, düz seçib. Yenə buna baxırıq ki, görürük ki, eyni formada. Və digərlərini də yoxlasaq, görürük ki, eyni formada əməliyyat aparıb. Bu şəkildə biz tutulmalar artıq yekunlaşdırdıq və belə nəticəyə gələ bilərik ki, deməli bizim şəxsimiz tutulmalardan sonra ICL məsəl üçün, əgər gross əmək haqqısı onun 2324 manatı idisə, biz sadəcə olaraq onun kartına və yaxud da nağd şəkildə 1747 manat pul köçürüləcək. Yəni bu tutulmalardan sonra onun hesabına sadəcə olaraq bu məbləğ köçəcək. Və biz sadəcə olaraq bu məbləğlərdən istifadə edərək verilən kart hesablarına, bank hesablarımızdan
yəni biznes bank hesabımızdan köçürmələr edirik. Bundan da artıq biz deyə bilərik ki, deməli gross əmək haqqı bizim müqavilə əmək haqqımızdır. Yəni müqavilədə yazılmış əmək haqqımızdır. Hesablanmış əmək haqqımız bizim mükafat iş günlərinə görə hesablanmışdır. Və son cəmi əmək haqqı isə artıq bura daxil ola bilər. Məzuniyyət, əlavə, hesablanmış əmək haqqı və s. kimi. Əgər bunlar yoxdursa, elə gördüyümüz kimi eyni formada qalır və biz artıq sonda bu cəmi əmək haqqından tutulmaları tuturuq və sonda edirik. Bu oldu bizim işçiyə köçürəcəyimiz maaş və bu da bizə verəcək net əmək haqqını. Amma deyə bilərik ki, şirkət özü də DSMF üzrə qeyd edək ki, 11 nəfər üçün 9390 manat ödəyəcək DSMF fonduna. İcbari tibbi sığortaya görə 10 nəfər üçün 702 manat ödəyəcək. Amma işsizlik sığortasına görə isə 318 manat pul ödəməlidir. Yəni bu məbləğlərdən yanaşı bu məbləğləri də ödəməlidir. Bu əlbəttə ki, buradakı məbləğlər onun əlavə xərci sayılır, amma buradakı məbləğlər isə işçidən tutulduğuna görə onun əlavə xərci sayılmır.